Mən könüllü ictimai nəzarətçi Maşılı kəndində Tahir ictimai nəzarətçiyəm. Hal-hazırda örüşdə yanan yangınlar bu vəziyyətə alınıb. Pajarlara zəng eləmişəm. Ondan traktorla kənddə Eldəniz adlı traktorist var. Traktoru var özküsü. Ona zəng eləmişəm. O gəlib yangının qarşısını alıbdı. Vəziyyət bir dəqiqə pajarının biri boşalıb gedib, ikinci maşın gəlib. Bir dəqiqə hal-hazırda yangın demək olur ki, bəzi yerlərə oxşum qarşısını alıblar. Yoxsa demək olur ki, çöldə bir qram o sahələri qalmıyor. Hal-hazırda pajarının biri istifadə edilib, budur, söndürürlər. Vəziyyət bu yerdədir. Bax. Hazırda burada söndürürlər. Gəlib, Moqolapa tərəfdən 2 dənə, 3 dənə traktor dəqiqə evlərimizə zəng eləmişdi, sağ olsun gəlib, qarşısını alıbdı yangının. Demək olur ki, 70% ölmüş, yanıb. Demək olur ki, bu da hal-hazırda pajarın işçiləri bu dəqiqə harda yangınlar var, onları söndürürlər. Vəziyyət bax, bu vəziyyətdədir. Bütün demək olur ki, 80% yanıb. 4 dənə traktor bu dəqiqə akrujeniya salıblar, söndürürlər. Pajarlılar da hal-hazırda bu da işləyirlər. Ben könüllü ictimai nəzarətçiyəm. Hal-hazırda vəziyyət bu yerdədir. Yangın sönüb qurtarmayıbdır. Salam Meleçi, işidir hələ. Bağajda var. Qatar? Yox, mən bu kəndin ictimai birliyin yadıyam mən. Mən bunu tərif eləyirəm ki, pajarlıların 3 dənə pajarını bu dəqiqə. Atırlar, özün tanımayanlar altdan arası bir dənə şəfi yazır. Yox, onu heç vaxt eləyə bilməzlər. Bu, mən ictimai nəzarətçiyəm mən, prezident tərəfindən. Bağaca bağajda olmalıdır su. Vəziyyət var bu yerdədir. Mən də könüllü ictimai nəzarətçiyəm. Maşılıq üzrə. Demək olur ki, sahanın 90% yanıb demək olur. Hal-hazırda pajarlılar küpə söndürür, su götürürlər, gəlirlər. Hələm söndürə bilməyiblər. Axır müraciət eləmişəm kənddə traktoristlərə, kimin traktoru var, Eldənizin var idi, Eldənizə çağırmışıq. Hal-hazırda akrujeniya şumu vurur bu dəqiqə. Vəziyyət budur. Yanıb demək olur ki. Yarısı bu tərəfdədir, pajarının yarısı o tərəfdə. O tərəfdə ki, pajarlılar söndürür, traktorlar şumlayır. 3-4 dənə traktor gət. Zəng eləmişəm, sağ olsun, Moqolapqadan başlıqdan Eldənizin bir dənə traktoru var idi, o gəlib. Hal-hazırda Eldəniz o tərəfdən şumun qarşısını almağa işləri sahmana salıbdır. Vəziyyət var bu yerdədir. Bax, budur, hələm pajarını budur söndürürlər. Ay, mümkündür, külək bir yandan vəziyyət bu yerə qalıb. Bax, müraciət eləmişdim, sağ olsunlar, pajarlar hamısı tökülüb. İş gedir, su söndürmək üzrə
halındadır. Demək olar ki, sahanın yarısından yarısı yanıb məhv olubdur. Bax, sahə bütöv yanıb. Hörüşdə bir qram burada yer qalmayıb. Bax, bu da hələm hal-hazırda pajarının biri bu da burada söndürür. Vəziyyət bu yerdədir. Bax.